İbn-i Qayyim Rahimahullahın Əl-İksir kitabını oxumağa davam etdiririk. Və İbn-i Qayyim Rahimahullah riza, razılıq məqamından danışır və buyurur ki, mənzilətur rida, razılıq məqamı, razılıq dərəcəsi. Yəni, onun müstəhəbliyi haqqında alimlər icma ediblər. Müstəhəbliyi də müəkkəd, yəni güclü, müstəhəb olan əməllərdəndir, qəlb əməllərindən. Vacibliyində isə ixtilaf ediblər. Və buyurur ki, razılığı əldə etməyin ən böyük səbəblərindən ən yəlzəmə mə cəaləllahu ridahu fihi fə innəhu yusiluhu ilə məqamir rida və la bud. Allah Teala'nın razı qaldığı, razılığın olduğu işlərə insanın sarılması həqiqətən bu insanı razılıq məqamına, dərəcəsinə çatdırır. Yahya ibn Muaz Rahimahullah deyilir ki, yəni insan nə vaxt razılıq məqamına, dərəcəsinə yetişir? Deyir ki, əgər insan nəfsini 4 əsas üzərində yerləşdirərsə və bununla da Rəbbi ilə müamilə edərsə və deyərsə ki, sən mənə bir şey versən, qəbul edərəm və mən etsən, yəni verməsən, razı qalaram. Məni tərk etsən, sənə ibadət edərəm. Məni çağırsan, çağırışına cavab verərəm. Razılığın, yəni bu məqamın şərtindən deyil ki, insanın ağrını hiss etməməsi, nəfsinə xoş gəlməyən bir şeyləri hiss etməməsi, yəni bu məqamın şərtindən deyildir. Əksinə insanın hökmə etiraz etməməsidir, razılıq məqamı və buna qəzəblənməməsidir. Və o ki, qaldı insanın ağrı çəkməsi və nəfsinin onu xoşlamaması, bu riza, razılıq məqamına zidd deyildir. Necə ki, xəstənin xoşlamadığı bir dərmanı içməklə razı qalması. Yəni, xəstə o nəfsinin xoşlamadığı dərmanı razı olaraq, razı qalaraq içir. Və həmçinin şiddətli isti gündə oruç tutan insana aclığın və susuzluğun ağrı verməsi ilə yanaşı razı qalması, yəni günün istisi və aclıq, susuzluq insana ağrı verir, təsir edir. Amma yəni görsən, insan bu halına razıdır. Və həmçinin mücahidin, Allah yolunda vuruşan insanın ağrıların, yaraların ağrılarını hiss etdiyi halda razı qalması. Və razılığın yolu qısadır, olduqca yaxındır. İnsanı uca bir qayəyə, hədəfə çatdırır. Lakin burada məşəqqət var. Lakin burada olan məşəqqət cihad yolunda olan məşəqqətdən daha çətin deyildir.
Və həmçinin burada maniyələr və səhralar, çöllüklər yoxdur. Və burada olan maniyə insanın uca himməsidir, uca iradəsidir, pak nəfsidir və nəfsini Allah Teala tərəfindən gələn işlərə alışdırmasıdır. Və bunu da insan üçün asanlaşdıran insanın öz zəifliyini, acizliyini bilməsi və Rəbbinin ona olan rəhmətini, şəfqətini, yaxşılığını bilməsidir. Əgər insan bunların hər birinə şahid olarsa, həm öz zəifliyini bilərsə və həmçinin Allahın mərhəmətini bilərsə və özünü Allahın qarşısına atmazsa və Allahla və Allahdan razı qalmazsa və sevginin səbəbləri, çağırışı və rizası hamısı Allaha tərəf yönəlməzsə, yəni belə bir nəfs Allahdan uzaq düşmüş, qovulmuş bir nəfsdir. Yəni Allaha yaxın olmağa, Allaha dost olmağa layiq olan bir nəfs deyildir. Və yaxud da müxtəlif bəlalarla, imtahanlarla imtahana çəkilmiş bir nəfsdir. Razılıq və sevgi yolu insanı aparır, hərəkətə gətirir. O, yatağında uzanmış olduğu halda belə, o insan karvanın önündə olur. Razılıq məqamının səmərələrindən isə insanın Rəbbi ilə sevinç və fərəh duymasıdır. Və İbn Qayyim rahimehullah deyir ki, İbn Teymiyyə rahimehullahı yuxuda gördüm və elə bil ki, ona qəlb əməllərindən hansısa birini zikr elədim və onu təzim etməyə və onun mənfəəti haqqında danışmağa başladım. Yəni, hal-hazırda xatırlamıram, deyir. Və İbn Teymiyyə rahimehullah dedi ki, mənə gəldikdə isə mənim yolum Allahla sevinç tapmaq və fərəh duymaqdır. Və yaxud da buna oxşar bir ifadə söylədi. Və sonra buyurur ki, onun bu həyatdakı halı da belə idi. Açıq aydın onun zahirində görsənirdi. Və halı da buna canlı şahid idi. Zünnun deyir ki, "Thalathatu min a'lamir rida." Yəni, 3 şey vardır ki, razılığın əlamətlərindəndir. Baş verməzdən əvvəl seçimi tərk etmək, baş verəndən sonra yoxa çıxmağın, itməyin yəni baş verəndən sonra, yəni qəza qədər baş verdikdən sonra acılığın olmaması, yəni bunu yəni hansı ki acı qədər deyil, yəni insan bunda acı hiss etməməsi və həyəcanul hubbi fi həşvil bəla və bəlanın, müsibətin içərisində sevgi coşqusu. Bunlar razılığın əlamətlərindəndir buyurur. Hüseyn ibn Ali radiyallahu anh'a deyilir ki, İnnə Əbədər yəqul, Əbu Zər belə deyir. Əl-fəqru əhəbbu iləyyə minəl-ğinə. Kasıblıq mənə zənginlikdən daha sevimlidir. Və-səqamu əhəbbu iləyyə minəs-sıhhə. Xəstəlik mənim üçün sağlamlıqdan daha xeyirli, daha sevimlidir deyir. Və o isə deyir ki,
Allah Əbu Zərrə rəhm etsin. Mənə gəldikdə isə mən deyirəm ki, mən ittəkələ alə husni ixtiyarillahi ləhu ləm yətəmənnə qeyrə məxtərallahu ləhu. Kim Allahın gözəl seçiminə söykənərsə, Allah Teala'nın onun üçün seçdiyindən başqasını arzulamaz. Yəni kim Allahın gözəl seçiminə arxayın olarsa, Allah Teala'nın onun üçün seçdiyindən başqasını arzulamaz. Yəni demək istəyir ki, əgər Allah Teala zənginliyi təqdir edibsə, yəni onunla razı qalır. Kasıblığı təqdir edibsə onunla razı qalır. Və yaxud da sağlamlığı onunla razı qalır, xəstəlik onunla razı qalır. Yəni artıq yəni demir ki, mənə kasıblıq daha sevimlidir və yaxud da xəstəlik sağlamlıqdan daha sevimlidir. Yəni deyir ki, mənə daha sevimli olan Allahın seçimidir. Fudayl ibn İyad Bişr Əl-Hafiyə deyir ki, "Ər-rida afdalu minəz-zuhdi fid-dunya, li'anna-r-radi la yetəmənnə fawqa mənzilətihi." Deyir ki, razılıq dünyanı tərk etməkdən daha üstündür. Çünki razı qalan insan öz dərəcəsindən artığını arzulamır. Və sonra buyurur ki, "Mədəru məqamati-din alə-rida." Dinin digər məqamlarının razılıq məqamı üzərində bina olunması. Allah Teala Ən'am surəsində buyurur, "Qul əğayrallahi əbği rabban və huve rabbu kulli şey." De ki, mən Allahdan başqa mı bir Rəbb axtarım? O hər bir şeyin Rəbbidir. Yəni İbn Abbas radiyallahu anh deyir ki, yəni seyyid axtarım, ilah axtarım. Yəni mən necə ondan başqa bir Rəbb axtara bilərəm? O isə hər bir şeyin Rəbbidir. Və Ən'am surəsinin əvvəllərində isə buyurur ki, "Qul əğayrallahi ətəxidu valiyyən fatiris-səmavati vəl-ard." De ki, mən Allahdan başqa mı hami, dost axtarım, tutum, Allahdan başqasını mı dost tutum? Göyləri və yeri yaradan. Yəni göyləri və yeri yaradandan başqasını mı dost tutum? Yəni məbud, yardım edən və məlcə, sığınacaq yeri tutum. Və huve minəl müvalət əlləti tədammən hub və ta'a. Yəni bu da o dost tutmağa aiddir ki, burada sevgi və itaəti də özündə əhatə edir. Və Ən'am surəsinin ortalarında isə buyurur ki, "Əfə qayrallahi əbtəği həkəmən və huvəl-ləzi ənzələ ileykumul kitəbə mufassal." De ki, mən Allahdan başqasını mı hakim tutum? Sizə kitabı müfəssəl, izahlı şəkildə nazil edən odur. Mənimlə sizin aranızda hökm vermək üçün Allahdan başqasını mı hakim tutum? İxtilaf etdiyimiz zaman. Və bu, hakimlərin ağasının kitabıdır. Biz onun kitabından başqasına necə mühakimə oluna bilərik? Allah Teala bu kitabı açıq aydın bəyan edən olaraq, hər şey kifayət olaraq nazil etmişdir. Əgər sən bu 3 ayəni haqqı ilə düşünsən və görərsən ki, bu Allahın Rəbb olmasına razı qalmaq, dinin İslam olmasına, Muhammed sallallahu aleyhi və səlləmin Rasul olmasına razı qalmağın elə özüdür.
və həmçinin elə bil ki, bu hədis bundan danışır və bundan alınma bir hissədir. Və bir çox insanlar Allahın Rəbb olmasına razı qalır. Allahdan başqa bir Rəbb axtarmır. Amma tək onu dost tutmur. Tək olan Allahı dost tutmur, məbud tutmur. Allahdan başqa havadarlar tuturlar. Evliyalar. Yəni elə düşünürlər ki, onları Allaha daha yaxınlaşdıracaqlar. Və onları dost tutmaq hökmdarın yaxınlarını dost tutmaq kimidir. Yəni belə müqayisə edirlər və bu da şirkin özüdür. Amma tövhid isə insanı Allahdan başqa havadarlar tutmamasıdır. Və həmçinin bir çox insanlar Allahdan başqasını da hakim tuturlar, ona mühakimə olunurlar, davalarını ona qaldırırlar və onun hökmü ilə razı qalırlar. Və bu üç məqam tövhidin dayaqlarıdır. Yəni, insan Allahdan başqasını Rəbb tutmamalı, Allahdan başqa ilah tutmamalı və Allahdan başqasını hakim tutmamalıdır. Riza məqamının sağlam olmasının əlamətlərindən nimətin və bəlanın, imtihanın eyni olmasıdır. Və bu da müəyyən tərəflərdən ortaya çıxır. Yəni, insan bilməlidir ki, o xalis bir quldur və qul da onun halına yanan, onun üçün xeyir istəyən, ona yaxşılıq edən, ona xeyirxah olan, ağasından gələn əhkamlara qəzəblənmir. Və həmçinin onun üçün nimətlə, bəla da, imtihan da eynidir. Ona görə ki, o, insan, qul işlərin aqibətini bilmir və onun ağası isə onun məsləhətini, ona faydalı olanı daha yaxşı bilir. Və həmçinin üçüncü tərəfdən nə üçün? Onun üçün nimət və imtihan eynidir. Bilir ki, əgər onunla razı qalarsa, onun haqqında o nimətə çevriləcəkdir. Və həmçinin o müsibəti, imtihanı daşımaq onun üçün asanlaşacaqdır və yardım gələcəkdir. Yox, əgər insan qəzəblənərsə, onun ağırlığı, çətinliyi qat-qat artacaqdır. Şiddət daha da artıq olacaqdır. Və həmçinin o bilir ki, Rəbbinin ondan razı qalması bütün hallarda, yəni insanın Rəbbindən razı qalması bütün hallarda Rəbbinin ondan razı qalmasını gərəkdirir. Əgər insan Rəbbindən razı qalarsa, Rəbbi də ondan razı qalar. Və həmçinin razılıq, yəni hər bir halda insanın razı qalması insana salamatlıq qapısını açır. Qəlbi səlim, salamat olur. Aldatmaqdan, kin, küdurətdən, digər hilələrdən təmiz olur. Və qiyamət günü də Allahın əzabından yalnız Allahın huzuruna salamat qəlblə gələn insan nicat tapır. Və həmçinin razılıq elə bir dərəcədir ki, insanın əldə etmədiyi, ötürdüyü hər hansı bir şeyə görə heyfslənməməyi, üzülməməyi ona vacib edir, gərəkdirir. Və həmçinin ona verilənlə də insan sevinməməyi gərəkdirir. Və bu da imanın ən üstün xislətlərindəndir.
Yəni onda olan nemətə görə təkəbbürlük etmir. Yəni çünki bu özündən deyil, Allah Teala verib. Və həmçinin razılıq qəlb əməllərindəndir. Necə ki, cihad bədən üzvlərinin əməllərindən olduğu kimi, razılıq da qəlb əməllərindəndir. Və bunlardan hər biri də iman hörgücünün zirvəsidir. Və həmçinin razı qalan insan Allahın seçimində dayanan kimsədir. Və öz nəfsinin özü üçün seçdiyindən üz çevirəndir. Və bu da onun Rəbbini tanımasından, yaxşı tanımasından və özünü tanımasından irəli gəlir. Və bir dəfə Vuheyb ibn Vard və Süfyan Əs-Səvri, Yusuf ibn Əsbat bir yerdə cəm olur, toplaşırlar. Səvri rahimehullah deyir ki, "Qad kuntu akrahu mautal fuja'a qabla al-yawm." Mən bu günə qədər qəfil ölümü xoşlamırdım. Amma bu gün isə artıq ölməyimi xoşlayıram, istəyirəm. Və Yusuf ibn Əsbat ona deyir ki, nə üçün? Və o da deyir ki, fitnədən qorxduğuma görə. Amma Yusuf ibn Əsbat isə deyir ki, mən isə həyatda uzun qalmağıma yəni bir ikrah hissim yoxdur. Yəni əksinə xoşlayıram. Fəqalə Səvri və limə təkrahul mevt. Və Səvri rahimehullah ona deyir ki, bəs nə üçün, yəni uzun qalmaq istəyirsən, nə üçün ölümü xoşlamırsan? Və deyir ki, "La'alli usadifu yawman atubu fihi və a'malu amalan salihan." Ola bilsin ki, elə bir gün gələr, o gündə tövbə edər və salih əməl edərəm. Və Vuheybə deyilir ki, bəs sən nə deyirsən? Fəqal ənə lə əxtaru şeyən. O isə deyir ki, mən heç nə seçmirəm. Əhəbbu zəlikə iləyyə əhəbbuhu ilallah. Mənim üçün daha sevimli olan Allaha daha sevimli olandır. Və Səvri rahimehullah onun iki gözünün arasından, yəni alnından öpür və deyir ki, yəni Kəbənin Rəbbinə and olsun ki, yəni əsas, yəni əsl elə söz doğru olan elə budur. Yəni bu da o insanın haldır ki, o insanın üçün yəni həyatda qalmaqla ölüm eynidir. Yəni hansı da olsa o Allahın seçimi ilə yanaşıdır. Və həmçinin Allah Teala'nın qulundan razı qalması cənnətdən və cənnətin içərisində olanlardan daha böyükdür. Allahın razılığı. Çünki Allah Teala buyurur ki, "Varidvanun minallahi ekbar." Allahın razılığı daha böyükdür. Və həmçinin razılıq insana Allahla və insanlarla gözəl əxlaq qapısını açır. Çünki gözəl əxlaq razılıqdandır və pis əxlaq isə bu qəzəbə aiddir. Və gözəl əxlaq sahibini oruç tutub, gündüzləri oruç tutub, gecələri qiyamda keçirən insanın dərəcəsinə qaldırır. Və pis əxlaq isə insanın yaxşı əməllərini yeyir, necə ki, odunu yediyi kimi. İnsanın qədərə razı qalması insanları razı salmaq, Allahı qəzəbləndirən insanlar razı salmaq xəstəliyindən xilas edir. وَاَنْ يَذُمَّهُمْ عَلَى مَا لَمْ يُؤْتِهِ اللّٰهِ. Allahın ona vermədiyinə görə onların
qınanmasından xilas olur. Və an yəhmədəhum alə mə huvə mahdu fadlillah və Allahın xalis lütfüne görə də tərifləməsindən xilas olur. İnsanlara onu tərifləməsindən. Və həmçinin sevgi və ixlas, Allaha dönmək, razılıq məqamı üzərində bina olunur. Sevən insan sevdiyindən hər bir halda razı qalandır. İmran ibn Hüseyin İstəsqa batnuhu fəbəqiyə mulqan alə zahrihi müddətən tabi la yaqum və la yaq'udu və qad nuqibə ləhu fi səri və məvdiyyən li həcəti və dəxəl aleyh Mutarif ibn Abdullah ibn Şıx fəcəal yəbki limə rəə min hali fəqalə ləhu İmran limə təbi qal ləənni ərakə alə hədil hal azimə. Və İmran ibn Hüseyin yəni bətnində xəstəlik ortaya çıxır və uzun müddət arxası üstə uzanır, qalxa bilmir, otura bilmir və hətta ehtiyaclarını da uzandığı halda ödəyir və Mutarrif rahiməhullah onun yanına daxil olur. Mutarrif ibn Abdullah ibn Şıxir və onun halını gördüyü zaman ağlayır və İmran ona deyir ki, nə üçün ağlayırsan? Deyir çünki səni bu halda, bu şiddətli halda gördüyümə görə və deyir ki, ağlama. فَإِنَّ أَحَبَّهُ إِلَيَّ أَحَبُّهُ إِلَيْهِ Çünki mənə sevimli olan Allaha sevimli olandır. وَقَالَ أُخْبِرُكَ بِشَيْءٍ لَعَلَّ اللّٰهَ أَنْ يَنْفَعَكَ بِهِ وَاكْتُمْ عَلَيَّ حَتَّى أَمُوتُ Və sonra deyir ki, mən sənə bir şey xəbər verəcəyəm. Ola bilsin, Allah-u Teala bununla sənə fayda versin. Ölənə qədər bunu gizlət. Yəni danışma. Mən ölənə qədər bunu danışma. Deyir ki, İnnəl mələikə təzurini fəənəsu bihə və tüsəllimu aleyyə fəəsməu təsliməhə. Deyir, mələklər məni ziyarət edirdi. Mən onlarla ünsiyyət tapırdım. Və mənə salam verirdilər və onların salamını eşidirdim. Və həmçinin buyurur ki, Ənəl əməl cəə tuda'afə ilə həddin məlum məhsub. Və bədən üzvlərinin əməlləri də bəlli bir dərəcəyə qədər qalxır. Və əmmə əməl qul fələyəntəyə tad'ifuha. Amma qəlb əməllərinin bəlli bir həddi yoxdur. Bəlli bir həddi, dərəcəsi yoxdur qəlb əməllərinin. Hələlik bunlar kifayətlənir. İnşallah suallar varsa suallara keçirik. Sual verilir ki, ayaqqabıya məhz etdim və unutdum, ayaqqabını çıxartdım, corabla namaz qıldım, səhvlik var nəsə. Yox, yəni məhz olunan ayaqqabının və yaxud da corabın çıxarılması dəstəmazı pozmur. Sadəcə məhsi pozur deyirlər, məhsi. O deməkdir ki, növbəti dəfə dəstəmaz aldığın zaman gərək ayaqları yuyasan. Sual verilir ki, gecə namazını gecə boyu yatmayıb, sübhün girməyinə az qalanda qılmaq olarmı? Yəni, olar, amma insan çalışıb gecəni yatmalıdır. Gecə yuxusu olduqca mühümdür. Sual verilir ki, dayı qızı, bibi qızı və ya hər hansı qız uşağı balaca yaşdadırsa, onlarla öpüb görüşmək və s. Yəni, körpədirsə, başqa məsələ, amma böyükdürlərsə, xeyr. Yəni, artıq seçəcək dərəcədədirlərsə, çirkinlə gözəli seçəcək dərəcədədirlərsə, xeyr.
Bir evə pis hadisələr, ailə hüzursuz içində yaşamaq, travmatik hadisələr olur, sanki evə pis nəfs çöküb, qarğış tutmuş kimi səbəbi nə ola bilər, nə etmək lazımdır? Ümumi biz dəlillərə baxdığımız zaman baş verən belə hadisələr, müsibətlərin səbəbi günahlardır. Allah Teala buyurur: "Və mə asabəkum min musibətin fəbimə kəsəbət əydikum və ya'fu an kəthir." Başınıza gələn hər bir müsibət qazandığınız günahlara görədir, amma Allah Teala yenə çoxundan keçirir. Hər günaha görə müsibət göndərmir. Əgər hər günaha görə göndərsəydi, yer üzərində canlı belə qalmazdı. Və buna görə bunun aradan qalxması üçün əsasən tövbəni çoxaltmaq, çoxlu tövbə, istiğfar olması və sonra ibadəti gücləndirmək, əmrləri və həmçinin qadağalardan, günahlardan çəkinməkdir. Sual verilir ki, namazda olarkən birdən tərləsəm, yəni tər bassa, dəsmala əl atıb tərimi silə bilərəmmi? İnsan salfetka ilə də yəni tərini silə bilir, amma çalışmaq lazım namazda çox hərəkət olmasın. Məsciddə əsas imam var, bir də köhnə imam bəzən namazları qıldırır. Namazdan sonra görürsən ki, zikr edərkən dodaqları tərpənmir. Həmçinin tək namaz qılanda qıraqdan görürsən çox tez qılır. Belə birisi imam duranda arxasında durmaq olarmı? Yəni, əsas namazı, fərz namazı tez qılmırsa, aramla qılırsa olar. Amma fərz namazı da olduqca tez qılırsa, ona nəsihət etmək lazımdır. Qəbələ rayonundan Şamaxıya səfər kimi getdikdə namazlar qısaldılır. Əgər səfər yəni hiss olunursa, oradan gedənlər, yəni tez-tez olmursa, o səfər ola bilər. Amma yox, bəzən ola bilər ki, insan işləyir, hər gün gəlib gedirsə, onun üçün səfər olunur. Cümə namazında məsciddə xütbədən sonra 2 rükət namaz qılıb, sonra 4 rükət sünnə qılıb, qurtarandan sonra İmam əllər açıb dua edir, bütün müsəlmanlar üçün onda ona qoşulmalım. Xeyr, yəni bu gəlmədiyi üçün buna qoşulmaq olmaz. Sual verilir ki, şirk bilirik ki, əməlləri puç edir, amma sonra tövbə etsək, Allah mərhəməti ilə qayıdır həmin əməllər. Bəli, əgər tövbə edərsə, əməllər qayıdır. Münafiq düşmənə qarşı Rad surəsi ilə Saf surəsini oxumaq olarmı? Yəni, bu barədə xüsusi dəlil gəlməyib. Və xüsusi dualar var. Düşmənə qarşı oxunan dualar var, sünnədə gələn. Allahümmə innə nə'udhu bikə min şururihim və nec'alukə fi nuhurihim. Yəni, belə dualar var. Səhər əzanında əs-salatu xeyrun minən-nəvm demək olarmı? Olar. Amma daha yaxın olan odur ki, səhər əzanında 2 əzan verilir, birinci əzanda deyilir. Yox, əgər 2 əzan verilmirsə, onda yenə deyilə bilər. Harasa qonaq gedəndə qadınlar bir yerdə namaz qılanda imam kim durmalıdır? Yəni, imamın seçilmə qaydasını Peyğəmbər sallallahu aleyhi və səlləmə öyrədib ki, Quranı yaxşı bilən və Quranı bilməkdə eynidirlərsə, sünnəni daha yaxşı bilən və onda da eynidirlərsə, onda birinci hidayət olan, İslama gələn və yaxud daha yaşlı belə götürülür. Sual verilir ki, Aşura orucu 6-cı günə düşür, oruç tutmaq olarmı? Yəni, bu barədə bildiyimiz kimi, yəni, geniş ixtilaf var. Yəni, kimisi dəlili daha güclü görürsə, yəni, onu edə bilir.
6-cı gün məsələsi şiddətli olduğuna görə insan niyyət edə bilər və niyyəti ilə o savabı qazanır tutmasa da. Sual verilir ki, bir qadın hər hansısa bir vaxtda Allaha dua edərkən belə bir dua edə bilərmi ki, ey Rəbbim cənnətdən mənim həyat yoldaşıma xuri vermə, belə dua etmək olarmı? Yəni, xeyr, yəni belə dua olmur. Çünki yəni, bu Allah-u Teala cənnət əhlinə verəcək bunu və insan çalışmalı elə dualar etsin, cənnətə girməsini Rəbbindən istəsin. Rəbbindən cənnət istəsin. Yəni, belə dualar etməsin, yəni. Sual verilir ki, həyətdə velosipedi oğurlamasınlar deyə çoban iti saxlamaq olarmı? Həyətdə olar. Namazdan sonra zikirlər etmək vacibdirmi? Etmək günahdırmı? Xeyr, vacib deyil, günah da deyil, amma müstəhəbdir. Zikirlərin insana nə faydası? Zikirlərin faydası olduqca çoxdur. Yəni, bu barədə danışılası olsa, 50-dən artıq, bəlkə də 100-ə yaxın fayda alimlər gətirir. Yəni, zikrin faydalarından. Hələ, məsələn, Allah-u Teala'nın qulunu zikr eləməsi. Kim Allahı zikr edərsə, Allahın zikrini qazanır. Yəni, Allah-u Teala o qulunu zikr edir. Yəni, insan bu fəzilətləri bilərsə, bu zikirləri ötürməz. Yağış yağanda dua qəbul olur, yağış vaxtı çöldə, yoxsa evdə dua etmək lazımdır. Evdə də olar, amma bəzi rəvayətlərdə yağışın altında da dua etmək gəlib ki, duanın qəbul olma səbəblərindən. Bununla kifayətlənir. Allah Teala eşidib yaxşısına tabi olanlardan etsin. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi və səlləm.